Adamlar rayondan gəliblər. Heç bir əsası olmadan bunları ixtisara salıblar. Rayonlarda stomatolog, həkim çatışmazlığına baxmayaraq, yəni bu günə qədər də tədris bunları heç nə verməyib, heç bir materialla təmin edəməyib, amma ixtisara gəldikdə hamısı ixtisar oldu. Bunlardan tələb olunan Cənab Vüqar Qurbanovun dediyi o 5 manat məsələsi də yəni heç bir əsası yoxdur. Onun ödənməsi üçün heç bir şərait yaradılmayıb. Yəni rayon da yaşayan, kətdə yaşayan pasiyent getməlidir. Yəni getməlidir rayon mərkəzinə 30 kilometr gedib 5 manatı ödəyib sonra gəlməlidir həkiməyə. Yəni belə bir absurd bir qərarlar verilir. Cənab Prezidentin dediyi, verdiyi qərarlara qarşı çıxır təbii. Yəni insanlarda etiraz yaradır. Zamanla bu böyük etirazlara səbəb olacaq. Çünki həkim stomatologu yoxdur rayonlarda. Yəni 180 bin, 200 bin əhalisi olan rayonda 5 dənə stomatoloq. Və insanlar məcburdur özəl mərkəzlərə müraciət etsin. Bu da ki, ödənişli olmalıdır. Amma kimsə bunu hər kəs ödəyə bilmir, yəni bildiyimiz kimi. Bu da haqlı etirazlar gətirib çıxardacaq. Təbibdən cavab gözlənilir. Cənab Qurbanov özü